Hamı bu transferə belə yuxarıdan aşağı baxdı. Belə də, "Ay, bu kimdir la, məzələyirsən?" Əslində mən də belə pozitiv yanaşmırdım bu transferə. Amma gözləyirdim ki, Rashford nəsə eləyəcək. Çünki Rashford disiplinsiz oyuncu deyil. Rashfordun qanında o disiplin var, o istək var, o əzm var. Sadəcə olaraq düzgün məşqçinin əlində deyildi o adam. Və hal-hazırda düşüb Flikin əlinə və Flik onun üzərində işləyib və bu özünü göstərir. Marcus Rashford hal-hazırda Barsada top bir fiqur deyil. Bir nömrəli fiqur deyil. Gol, asist, hər şey var. Amma lider deyil. Bu dəqiqə hücumda o olmasa belə problem olmaz. Rafinha'nın daha yaxşı ola bilərik bəlkə. Amma Rashford əlindən gələn artığını da edir. 16 oyuna 6 gol 9 asistlə yadda qalıb. Nəzərinizə çatdırım ki, ötən mövsüm Rashford 41 oyuna 12 gol 9 asistlə yadda qalmışdı. Son oyunlarda dayanmadan startda adam, dayanmadan oynayır. Rafinha zədəsinə görə, Olmo zədəsinə görə əvəz edicisi belə yoxdur və dayanmadan işləyir özlərində və günü-gündən inkişaf edir. Ümid edirəm ki, Rashford hələ Barcelona'ya çox xeyir verəcək və mənim təxminim odur ki, Rashford bu mövsüm 30-35 arası gol plus pas ilə yadda qalacaq. Məncə bir o qədər də pis nəticə olmamalıdır.